Həzrət Peyğəmbər bilir məsələ nədir. Amma istəyir biz də bilir. Girdi gördü, heç kim yox dedi, xanım Xədicə kiminləsə danışır. Yəni Həzrət Zəhra salamlı aleyhaya hamilə olan dövründə salam verdi. Dedi, xanım kiminlə danışırsan? Dedi, bətnimdəki uşaqla. Peyğəmbər buyurdu ki, nə deyir, nə danışırsan? Yəni Peyğəmbər oradan bilir Həzrət Zəhra kimdir, bu körpə kimdir. Deyir, dedi ki, elə hey mənə tez-tez deyir ki, ana narahat olma, atam qələbə çalacaq, bu əziyyətlər keçəlidir. Ana bətnində, rivayətdədir bu. Xanım Zəhra anasına təsəlli verir. Çünki Həzrət Zəhradan qabaq bu çətinlikləri kim görmüşdü? Xanım Xədicə. Həzrət Peyğəmbər o hörmətsizliklər, o təzyiqlər, o zülümlər, o xoşa gəlməz işlər, hamısı baş verir Həzrət Peyğəmbərin üstündə. Hara gəlir? Xanım Xədicənin yanına. Hə? Deyir, Peyğəmbər dedi, nə danışırsan, o uşaq nə deyir? Xanım Xədicə ərz elədi ki, ya Rasulallah, deyir ki, ana narahat olma. Hədis buzudur. Ya ummah, la təhzəni. Ana, qəmlənmə. Atam qələbə çalacaq. Atamın dini qələbə çalacaq. Narahat olma. Peyğəmbər bilirdi bu kimdir. Ona görə deyir ki, atın sənə qurban olsun. Fatiməcə, sən mənim anamsan. Hətta Peyğəmbər o qədər Həzrət Zəhranın o böyüklüyün bilirdi. Hələ onun dalında başqa sirlər var ha. Onun dalında İmam Sadiq Aleyhisselam buyurur ki, elə bir Peyğəmbər olmadı. Həzrət Zəhranın həqqaniyyətin təsdiqləmədən Peyğəmbərliyə çata. İmam Sadiq ağanın hədisidir. Peyğəmbər deyir, qızım, sən mənə olar ata deyib səsləyəsən. Cəmaat ya Rasulallah deyir də, sən Rasulallah demə. Sən mənə ata deyilən. Çox bağlı məsələlər var burada. Yəni, bir-birinə bağlı zəncirvari məsələlər var ki, bunlar, bayaq dediyim, o atalıq hissi bir başqa məsələ. Bir də var o mənəvi məqamları ki, Peyğəmbər görür. Mənəvi məqamlar. Onlar çox fərqli bir şeydir. İmam Sadiq Aleyhisselam buyurur ki, Qədir gecəsi üçün ki, bir belə fəzilətlər sahiblərə, Qədir gecəsi məyər anam Zəhradan başqa bir şeydir. İmam Sadiq ağa deyir, məyər anam Zəhranı tanımayanlar Qədir gecəsinin başa mı düşə bilər? Nədir axı bu? Nədir axı bu? Çox məsələlər var bu üçün. Deyirlər, elə biri budur ki, niyə Həzrət Zəhra Qədir gecəsidir? İmam Sadiq ağa deyir ki, Leylədir də, bir dənə qaranlıq sirləri açılmamış varlıqdır mənim anam. Leylətul Qədr ki var ha, Leylə yəni gecə də. İmam Sadiq ağa deyir, mənim anam sirləri açılmamış bir qaranlıq aləmdir. Heç kimin xəbəri olmadı ki, bu gələn, gedən kim idi? Ona görə biz Həzrət Zəhra salamlı aleyhadan bir nümunə kimi istifadə eləməliyik.